Rəhman və Rəhim olan Allahın adıyla. Bilin ki, Muhammedin, Allahın səlatı ona və soyuna olsun, nəsli göydəki ulduzlar kimidir. Bir ulduz batdıqda, o biri doğar. Allahın lütflərinin sizə verildiyini görürəm mən. Sizə də umduğunuzu göstərəcəkdir. Doğrudan da Əhl-i Beytim aranızda Nuhun gəmisinə bənzər. Kim o gəmiyə minsə xilas olar. Kim minməsə həlak olub gedər hədisinə işarə edir. Göy əhlinin əmniyyətinə ulduzlar səbəb olduğu kimi, Əhl-i Beytim də yer üzündəkilərin əmniyyətinə səbəbdir. Hədisinə işarə edilir. Peyğəmbərlik ağacı, vəhyin endiyi yer, mələklərin düşüb qalxdıqları yer bizik. Elm mədəni, hikmət bulağı bizik. Bizə yardım edən, bizi sevən rəhmət gözləsin. Bizə düşmən olan, bizə nifrət edən əzab gözləsin. Ey qəflətə düşənlər! Sizdən xəbərsiz deyilik. Ey əmrə qulaq asmayanlar! Sizdən söz alan haqdır. Heyf ki, Allahın əmrini atıb getdiyinizi görürəm. Allahdan başqasına üz çevirdiyinizi seyr edirəm. Sanki heyvansınız, çoban sizi xəstəliklərlə dolu bir otlağa sürür, dərdlərlə dolu bir suvata haylayır. Heyvanlar da otarılıb bəsləndikdə, başlarına nələr gələcəyini bilməz, elə zənn edərlər ki, onlara lütf edir, ehsan verirlər. Yalnız o günü gün sayırlar, işlərinin yalnız otlayıb su içməkdən ibarət olduğunu zənn edirlər. And olsun Allaha ki, sizin hər birinizin hardan və necə gəldiyini, hara və necə gedəcəyini xəbər verərəm. Özü də bunu çətinlik çəkmədən edərəm. Fəqət mənim üzümdən Rəsulullahı da inkar edəcəyinizdən qorxuram. Bunu ancaq əmin olduğum, əsli kökü doğru adamlara açar, əyan edərəm. Peyğəmbərini haqq üçün göndərən, onu xalqdan seçən Allah haqqı üçün bu sözü doğru deyirəm.